Birleşmiş Ştatlarının Azərbaycana təyin etmək istədiyi səfir Konqres qarşısında suallara cavab verib. Az sonra Washington büromuzdan Rita Ömərova həmin dinləmənin təfərrüatlarını danışacaq. Yalnız onu deyə bilərəm ki, ya təsadüfdən ya da zərurətdən Birleşmiş Ştatlar Azərbaycana göndərdiyi elçiləri bu ölkənin enerji siyasətində məşğul olan insanlar olur. Bu özü də bir siyasətdir. Dinləmələrə sədrlik edən Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Connecticut ştatından demokrat senator Christopher Murphy namizəd olan dövlət katibinin enerji resursları üzrə müavinin yardımcısı Robert Francis Sekuto'ya Birləşmiş Ştatların Azərbaycandakı siyasəti ilə bağlı bir sıra suallar verib. Cənab Sekuto'ya ünvanlanan suallar isə Azərbaycanda demokratik islahatlar, insan haqlarının durumu və müştərək enerji layihələri ilə bağlı olub. Diplomat Birləşmiş Ştatların Azərbaycanla bağlı siyasətində təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq və demokratik islahatların mühüm amillər olduğunu bildirib. O, səfir kimi təsdiq olunacağı təqdirdə əsas prioritetinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi olacağını vurğulayıb. Robert Sekuto demokratik təsisatlar və proseslərin inkişaf və qanunun alilinin gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini də bildirib. Robert Sekuto Azərbaycanın regionda sülh və sabitlik üçün əhəmiyyətli ölkə olduğunu və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin başlıca prioritetlərindən biri kimi göstərib. Sentyabrın 4-də dövlət katibi Kerry, Uelsdə NATO samitində sülh danışıqlarında irəliyə yolu müzakirə etmək üçün prezidentlərlə görüşüb. Biz Ermənistan və Azərbaycan prezidentlərinin bu mühüm addımını yüksək qiymətləndiririk və onların nizamlanmanın elementlərinin müzakirəsini davam etdirməyə çağırırıq. Səfir təyin olunacağım halda, sabit iqtisadiyyata malik güclü və müasir demokratik Azərbaycanın qurulması və iki ölkə arasında münasibətin inkişafına çalışacağım. Sekuto əvvəllər Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Energetika və Biznes Məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb. Onun xarici ölkələrdə son təyinatları 2003-2009-cu illər arasında Tokyoda və Berlində olub.